Salam, hər vaxtınız xeyir. Transact SQL sıfırdan mükəmmələ doğru video təliminin ikinci moduluna başlayırıq. Bu dərsdə DML verilənlərin emalı dili qrupu və bir cədvələ verilən select əmri ilə tanış olacaq. Yadınızdadırsa, relational modelində sətirlər təkrarlanmır. Yəni, adi Excel cədvəlində biz deyə bilərik ki, məlumat filan nömrəli sətirdə yerləşir. Lakin verilənlər bazasında sətirlərin özünə məxsus nömrələri yoxdur. Relational bazada verilənlər cədvəlin sətirlərində saxlanılır. Verilən və ya informasiya dedikdə sətir nəzərdə tutulur. Yadınızda saxlayın, biz verilənlər bazasında hər hansı bir verilən və ya informasiya daxil etmək, dəyişmək və ya silmək istəsək, cədvəllərin sətirləri ilə işləməliyik. Belə sətirlərlə işləmək üçün SQL dilində xüsusi bir əmrlər qrupu yaradılmışdır. Bəzi ədəbiyyatda bu qrupa DML verilənlərin emalı dili qrupu deyirlər. Qrupun adını yadda saxlamaq vacib deyil, sadəcə bilməliyik ki, sətirlərlə başqa sözlə verilənlərlə işləmək üçün bir neçə əmr vardır. Insert əmri, bu əmrlə cədvələ sətirlər başqa sözlə verilənlər əlavə edilir. Delete əmri, cədvəllərdən sətirlər silinir, başqa sözlə bazadan verilənlər silinir. Update əmri, bu əmr mövcud olan sətirləri başqa sözlə verilənləri dəyişir. Select əmri, bu əmrlə biz daha çox məşğul olacaq və buna aid ikinci modulumuzda 23 dərsimiz var. Bu əmr cədvəldə heç nə dəyişmir və sadəcə cədvəllərə verilən sorğunun nəticəsini ekranda əks etdirir və ya klient proqram təminatına göndərir. Bu 4 əmr verilənlər bazasının istifadəçilərinə lazım olur və ən çox istifadə olunur. Books Online-da DML qrupunda olan select əmrinin sintaksisinə baxaq. Yadınızdadırsa, kvadrat mötərizələr arasında nə varsa, təyin olunması mütləq deyildir. Yəni, biz onları yazmaya da bilərik. Onları yazmasaq, elə minimal sintaksis alınır. Select list qalır. Select list yerinə seçdiyimiz cədvəllərin adlarını və ya bəzi şərtləri yazmaq lazımdır. Yeni sorğu yaratmaq üçün New Query menüsündən istifadə olunur. Sadə bir sorğu verək. Keçən dərsimizdə qeyd etdik ki, SQL sintaksisində probel və ya boşluqların sayının fərqi yoxdur. İstənilən qədər probel qoymaq olar. Lakin adətən bir probel kifayət edir. Sorğunu icra etmək üçün execute düyməsini və ya klaviaturda F5 düyməsini basmaq lazımdır. Bu düyməni basdıqda sorğu serverə göndərilir, orada emal edilir və nəticəsi bizim üçün aşağıdakı pəncərədə ekrana çıxır. Nəticədə SQL serverin versiyası barədə məlumat aldıq. Cədvələ sorğu vermək üçün verilənlər bazası və onun daxilində cədvəllər artıq mövcud olmalıdır. Keçən dərslərimizin birində biz 3 tədris bazamızı yüklədik. AdventureWorks, Northwind və PubSub bazalarını. AdventureWorks bazası bizim üçün hələlik biraz çətin bazadır. Burada cədvəllərin sayı çoxdur və biz daha asan olan 2 baza ilə işləyəcəyik. PubSub və Northwind. PubSub bazası kitab nəşriyyatı şərti şirkətinin bazasıdır. Northwind bazası kiçik bir şərti satış şirkətinin bazasıdır. Biz hələlik bazanın cəmi bir cədvəlindən sorğu verəcəyik. PubSub bazasına sadə bir sorğu verək. Məsələn, select ulduz from. Burada cədvəlin adını yazırıq. Cədvəlin adını öncədən dəqiq bilmək lazımdır. Sol tərəfdəki Object Explorer pəncərəsində PubSub bazasının qarşısında plus düyməsini sıxırıq və Tables qarşısında plus düyməsini sıxırıq. Ağacvari şəkildə cədvəlləri görürük. İstədiyimiz cədvəli sorğu pəncərəsinə sürüşdürə bilərik. Məsələn, işçilər barədə bütün məlumatı almaq üçün Employee cədvəlində sorğu verək. Cədvəl bazadan heç yerə getmir, biz sadəcə cədvəlin adını görürük. Belə etsək, SQL server cədvəlin adını kvadrat mötərizələrə alır.
Bu default, yəni ilkin təyin edilmiş davranışdır və SQL server tərəfindən əsas və rezerv edilmiş sözləri istisna etmək üçün istifadə olunur. Kvadrat mötərizələri yazmaya da bilərik, onlar vacib deyil. Bu şəkildə. Sorğunu icra edək. Bu sorğu ilə bütün işçilər barədə olan bütün məlumatı sorğu ilə aldıq. Burada iki əsas məqama diqqət etmək lazımdır. Birincisi, əgər sorğuda hansısa bir hissə seçilmiş olsa və sorğunu icra etsək, biz səhv mesajı alacağıq. Sorğunun lazım olan hissəsini tam olaraq seçməli və ya heç seçilməməlidir. Sorğunun lazım olan hissəsi tam olaraq bu şəkildə seçilir və execute düyməsi sıxılır. Heç bir seçim etməsək, yazılmış sorğu bütünlüklə icra olunacaq. İkinci məqam, sorğu hər hansı bir baza üçün yazılır və icra olunur. Məsələn, mən burada MSDB bazasını seçsəm və sorğunu icra etsəm, səhv alınacaq. Çünki MSDB bazasında employee cədvəli yoxdur. İlk növbədə biz bazaların arasında bizə lazım olan bazanı seçməliyik. Bunu iki üsulla etmək olar. Sol tərəfdəki pəncərədən bazanın adını siyahıdan seçməklə bu şəkildə və ya belə bir sorğu ilə. Bu üsul daha məsləhətdir, çünki hər zaman biz əmin oluruq ki, hansı baza ilə işləyirik. Aşağıdakı sağ pəncərədə hansı bazanın üzərində olduğumuzu görürük. Sorğunu icra edək. Ola bilsin ki, biz bazamızı hələ yaxşı tanımırıq və bazada hansı cədvəllərin olduğunu bilmirik. Lakin əgər bazanın yaradan proqramçı savadlı mütəxəssisdirsə, o cədvəllərə çox asan anlaşılan adlar qoyacaqdır. Məsələn, burada aydındır ki, titles başlıq deməkdir, yəni kitabların adı burada yerləşə bilər. Authors müəlliflər deməkdir, employee işçilər, jobs işlər və s. deməkdir. Belə olan halda sizə işləmək üçün verilən bazanın strukturunu asan anlayacaqsınız və sizdən istənilən sorğunu asan yaza biləcəksiniz. Həmçinin çox faydalı olar ki, sorğu verərkən cədvəllərin bir sətrinə bir verilən vahidi kimi baxasınız. Məsələn, burada işçilərin adı, soyadı, işə qəbul olunduğu tarix və s. kimi xüsusiyyətləri görürük. Bu xüsusiyyətlər bir sətrin atributlarıdır. Atributlar isə sütunlardır. Yəni, sətir verilən vahididir. Məsələn, bir sətir bir işçi deməkdir. Yenə bir sorğu verək sales cədvəlinə. Burada bir sətir bir satış deməkdir. Burada satışın tarixi, məbləği, sifarişin nömrəsi və s. atributları vardır. SQL Server çox intellektual sistemdir. Cədvəlin adını yazmağa başlayarkən yardımcı göstərişlərlə cədvəlin adını tamamlaya bilərik. SQL Serverin burada cavabdeh olan hissəsi IntelliSense adlandırılır. Bu proqramçıların işini çox asanlaşdırır. İşimizi bitirəndə nə etməliyik? Adi Excel və ya Word sənədlərində olduğu kimi burada da kodumuzu yaddaşda saxlamalıyıq. Xırda lazımsız kodları yaddaşda saxlamamaq da olar. Lakin bütün lazım olan kodlar xüsusi fayl şəklində yaddaşda saxlanılır və daha sonra həmin sorğuları təkrar yazmamaq üçün yaddaşda saxlanılan fayllardan istifadə edilir. Sorğunu yaddaşda saxlamaq üçün 3 üsul var. Save Query düyməsini sıxmaqla, File, Save SQL Query menüsünü seçməklə və ya klaviaturda Ctrl+S düymələrini sıxmaqla. Sorğumuza ad veririk. Məsələn, sorğumuza satış adını verək və yaddaşda saxlayaq. Faylı istənilən qovluqda saxlamaq olar. Yadda saxladığımız faylı açmaq üçün File, Open, File menüsünü seçirik
və yadda saxladığımız faylın üzərində 2 dəfə klik edirik və ya Open düyməsini sıxırıq. Gördüyünüz kimi yazdığımız kod yerində qalıb və biz onu yenidən icra edə bilərik. Nəticədə qısaca olaraq bunları yadda saxlayaq. Sətirlərlə başqa sözlə verilənlərlə işləmək üçün 4 əsas əmr vardır. Insert, delete, update, select. Verilənlər bazasında hər hansı bir verilən və ya informasiya daxil etmək, dəyişmək və ya silmək istəsək, cədvəllərin sətirləri ilə işləməliyik. Sorğunu icra etmək üçün Execute və ya F5 düymələrini sıxmalıyıq. Hələlik bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərsimizdə görüşənədək.